Bura Abdullah Şahin küçəsi, Dalanbir ev Yasamal rayonu. Aylardır ki biz bu şəraitdə yaşayırıq. Bu gördüyünüz şəraitdə, bu gördüyünüz evləri dağılmış vəziyyətdə yaşayırıq. Əvvəl nə bilim bir dənə makler kimi bir şey gəldi. Park salınır adı ilə bizi aldatdılar, aldatmaq istədilər daha doğrusu. Sonra bir şirkət, Alyans şirkəti çıxdı ortaya. Qəpik quruşa məcbur eləyir ki, bizi evlərimizdən çıxaq. Yolumuzu kəsiblər, nə bilim zülm verirlər. Evlərimiz traktor işləyir, sirkələnir, çat-çatdı. Yolumuzu kəsən müddətdə uşağım yıxıldı, nə bilim ayağı çıxdı, elədi. Bir adam maraqlanmadı ki, ay mən sənin yolunu kəsmişdim. Niyə görə belə oldu? Uşaq necə oldu? O gün traktor üstümüzə sürəndə qaynanamın qolu çıxdı. Sındı daha doğrusu çıxdı yox sındı. Yəni bir adam maraqlanmayıb, niyə olub, nəyə olub. Dəfələrlə icra hakimiyyətində görüşlərimiz olub. İcra hakimiyyətində heç bir elə bu həftə, gələn həftə, bu gün, sabah deyə bizi yola verirlər. Heç bir köməkləri dəymir. Biz nə vaxta kimi bu vəziyyətdə yaşayacağıq? Yəni mən sual vermək istəyirəm bu Alyans şirkətinə. Alırsan al, almırsan gəlib niyə incidirsən bizi? Niyə traktoru dəfələrlə üstümüzə sürüb? Ya uşağım yatdığı yerdə zəng eləyib ki, işdə ola. Ay mama bu nə vəziyyətdir, qorxuram. Gəlmişəm ki, traktor şoförü yaxşı ki insaflı çıxıb. Deyib ki, mənə deyiblər ki, buranı sök, burada yaşayış yoxdur. Bu deməkdir ki, körpə uşaq evdə yatıb, onun üstündən çömçəsini salıb öldürəcəkdi də. O cinayətə kim cavab verəcəkdi? Yəni bu nə vaxta kimi davam edəcək? Aylardır biz bu vəziyyətdəyik. Aylardır, yəni nə gələn var, nə gedən var, nə soruşan var, nə maraqlanan var. Heç bir qurum da bu ərazi ilə maraqlanmır. Niyə, nə səbəbə bilinmir.